Oksford və Kembricə qəbul olan azərbaycanlı bacılar uğursuzluqda fürsətdir. Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin məzunları Həmidə və Nəzrin Sadıqova Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən olan Oksford və Kembric universitetlərinə qəbul alıblar. Nəzrin Sadıqova Oksford Universitetində hüquq və maliyyə üzrə magistr təhsil alacaq. O, ölkəza bildirib ki, hədəfini erkən müəyyənləşdirərək son illərdə sistemli hazırlıq aparıb, xüsusilə dil biliyinin təsdiqi və motivasiya məktubu üzərində ciddi çalışıb. Prezident təqaüdçüsü olan Nəzrin bu uğuru uzun müddətli zəhmətin nəticəsi kimi qiymətləndirir. Həmidə Sadıqova isə Kembric Universitetində siyasət və beynəlxalq araşdırmalar üzrə magistr proqramına qəbul olunub. O qeyd edib ki, bu qərarı məktəb illərində verib və universitet dövründə həm akademik, həm də ictimai fəaliyyətlərdə aktiv iştirak edib. Onun sözlərinə görə uğursuzluqlar heç vaxt geri çəkilmək səbəbi olmayıb, əksinə yeni imkanlara çevrilib. Bacılar vurğulayıb ki, aralarında rəqabətdən çox qarşılıqlı dəstək mühiti olub. Onlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq qazandıqları bilik və təcrübəni ölkənin inkişafına yönəltmək niyyətindədirlər.